özüm haqqında demək istəmirəm. Mən istədim ki, Fəza xanımın bugün oğlu bura gəldi, işlədiyinə görə, işdə olduğuna görə çox zəhmətkeş ailədilər. 2 oğlu var və ikisi də olduqca zəhmətkeşdir oğlanlarla. Kiçik oğlu Mirqasım çox ağıllı bir oğlandır, çox fədakar oğlandır. O bu il öz biliyinlə əziyyət çəkdi. Axır ki, aviasiya akademiyasına qəbul oldu bu il. Və biz deyirik ki, bilirsiniz, deyirik ki, uşaqlarımız, tutaq ki, gələcək nə qədər şəhidlərimiz oldu. Kəş heç kim daha bundan sonra şəhid olmasın. Amma belə övladlarımız bundan sonra da bir pilot kimi, o da istəyir ki, o göylərdə, o səmada uçsun və oradan lazım olsa vətənimizi qorusun. Vətənimizi qoruyacaq, vətənimiz üçün candan keçəcək övladlarımız böyüyür artıq. Mən təbrik eləmək istəyirəm. Burada gəlin hamımız birgə təbrik eləyək. Anası fəda olan, oğlu səmada olan. Bəli. Anamızda onun adı Şahindir. Çox sağ ol, Allah razı olsun, çox sağ ol Şəhla xanım. Hamımızın həyatlarımız üzrə. Düzün deyim ki, mən çox Şəhla xanım sevindim. Mən bilmirəm. Allah həmişə sevinsin Şəhla xanım sizi. O uşaq 1-ci sinifdə oxuyanda deyir ki, müəlliməsinə, bəs mən pilot olmaq istəyirəm. Biz heç fikir vermədik. 10 il o sirri saxladı ürəyində. Heç vaxt müəllim yanına getməyib, Şəhla xanım bilir. Çünki bizə çox imkan da yoxdur ki, uşaq müəllim yanına getsin. Öz gücünə oxudu. Riyaziyyatda da neçə məktəbdə 1-ci yerə çıxdı, 100 bal yazdırdı atestatına. Yəni öz gücü ilə gedib hamısına. Zaten 1-ci sinifdə də dedi ki, mən pilot olmaq istəyirəm, mən razı deyildim. Həqiqətən Allah köməyiniz olsun, yəni istəmədim. Allah saxlasın. Yəni biraz göy qorxuludur, nə gizlədim, dedim, balay çalma yerdə, neynirsən elə. Bu da getdi göyə. Yer qorxuludur, göy qorxulu deyil. Allah köməyiniz olsun, Allah canını sağ eləsin. İndi düzü mən bu haqda şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah canını sağ eləsin. Biz ömrümüz bu, ölən anımıza qədər, nə qədər nəfəsimiz var, biz şəhidlərimizə də borçluyuq, qazilərimizə də borçluyuq. Çünki onların sayəsində, bugünkü gündə biz bu belə oturmuşuqsa, biz onlara borçluyuq. Və onların valideynlərinə borçluyuq. Halal olsun valideynlərinə ki, o cürə evlatlar böyüdüblər. Ki, yəni gözlərini qırpmadan. Biri var gedib yolda qəzə eləyib öləsən, o ayrı şeydir. Amma biri də var ki, sən ölümünü bilə-bilə sən ora atılasan. Mənim böyük oğlum da olubdu. 30 il biz müharibə şəraitində yaşamışıq. Böyük oğlum 14-15-ci ildə, 2014-15-ci ildə Tovuzun Əlbəyli kəndində olubdu. O da döyüşdə olubdu, ən qayranlıqda Bəlödə snayperçi olub. Uşaqların heç birini heç vaxt nədənsə çəkindirmir. Orada təmas xətti ən yaxındır, Əlbəyli, ən yaxındır. Mən ora gedəndə də bir inan ki, ora gedib gəlinə, evdə də o uşaq əskərə gedib gəlinə qədər mənim ürəyimə nə edir? Əsməsi dayanmırdı. Bir valideyn kimi, yəni həmişə onun gecəm, gündüzüm onun olubdu. Elə olurdu ki, o telefonda danışanda, gecə saat 2-3-də xəlvət taxırdı, telefonu qədər vermirlər. Danışanda atışma başlayıbdı. Mən ondan xəbər gələnə qədər yatmamışam. Yəni bunu bütün valideynlər, yəni balası cəhbədə olan valideynlər, hamısı, bu hissi hamısı keçirdi. O gəlinə qədər 1 il 6 ay ərzində mənim inanım bara tük qalmadı. Yəni hamısı ağardı. Gələn deyirəm, demirəm, mən gizlətmirəm, əlbəttə ki, Allah təala oğul veribdi. Oğul nə üçündür? Vətəni qorumaq üçün. Anasını, bacısını qorumaq üçün. Oğul o deyil ki, mən ona pul verim, saxlatdıram yerdə ki, yox, və Allah veribdi, canı da Allah alır. İstər mutlu olsun, istər olsun. Biz bilmirik. Bəli. O şəhiddə zirvəsində hər adama nəsib olmur, hər adama qismət olmur. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərim canı sağ olsun. O vaxtda mənim şeirlərim var, prosto mən yaddaşım zəifdir, o şeirlər indi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də Allah can sağlıq versin. Allah təala bir də o günləri bizə qismət eləməsin. Nə deyək? Allah kömək